Keçmişin izləri, Qərbi Azərbaycan adət və ənənələri, Qərbi Azərbaycanın mədəni izlərini daşıyan insanların xatirələrinə səfər edən video məzmun layihəsidir. Layihə Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir və videoda səsləndirilən fikirlərə görə Gənclər Fondu məsuliyyət daşımır. Layihə rəhbəri Müşfiq Mehdizadə. Rızayev Qurban Əloğlu 1964-cü ilin aprelin 28-də Basarkeçər rayonunun Çiçəkli kəndində anadan olmuşam. Oradan 1972-ci ilə qədər orada yaşamışıq. Ancaq atam deyil, əvvəllər də yaşayıb. Orada adət-ənənə tamam başqaydı. Azərbaycanın adət-ənənəsindən fərqli idi. Orada çal-çağırı, məsəl üçün, toy adət-ənənələrdə qalanda orada genişdir. Ən çox orada qara zurna, dəfdir, balabandır, saz alətləridir. Orada toylar başlananda birinci orada ağsaqqalları götürürlər. Sonra da gəlindi, qızdı, onlar artıq yavaş-yavaş başlayırlar. Ancaq əsas orada toy adət-ənənələri başlayanda orada ağsaqqallara söz verilir. Orada ancaq ev yəsini danışdırılır, sonra ağsaqqallarla söhbət gedir. Aşığa meydan verilir. Qoşmadır, dübeytidir, gəraylıdır, təcinistlərdir, bunlara yol verilir. Değişmələrdir. Burada oyun havalardan, ancaq orada dastanlara üstünlük verilir. Göyçə adət-ənənələrinə görə dastana üstünlük verilir. Toyun ağsaqqalı böyüyü aşıq. Bir dəqiqə doğulduğum ev yadıma gəlir, hətta deyirlər qayıdacaqdır. Əgər qayıdarsa, mən getməyə hazıram. Yaşadığım sahələr, orada tamam başqa bir yerdir. Atam rəhmətli deyərdi ki, əgər alınsa, elə bu dəqiqə getirəm. Elə onu deyə getdi o insan Göyçə söhbətində. Düz adam biraz sıxılır, qəhrənir. Hər şeyin bir arzusu var. Ancaq bu dəqiqənin özündə deyilsə Göyçəyə getmək birinci gedərəm. Arıçılıq, balıqçılıq, Xıdır Nəbi gələndə, Qoğudla, haqq hesabla olanda və yaxud da bayramda bu keçəldə oynatmırlar. Onda burada indi keçəli oynadırlar, düzdür. Elə bir şey yoxdur. Ancaq orada keçəli oynadırlar, necə yəni? Başında keçinin dərisi, çuxa geyinirdilər keçin dərisindən. Üstündə zınqırov çox olurdu. Şaqqıldanan hansı qorxaq itlərdi, qaçırdı. Səs-küy. Qara zurnanın səs deyəndə digər kənd ayağa qalxır. Deyirlər ki, dünya aləm var burada. Orada aşıq ayağını yerə vurub oxuyanda bu kənddən o kəndə az qalır səs düşür. Məsələn, Əhməd Yatan deyərdi ki, bizə Ələsgər oxuyanda, qeyzə gəlib coşub danışanda, şeir deyəndə də səsi elə gür çıxardı. Mikrofon orada üstünlüyə verilmir. Sadəcə o aşığa meydan verilir, hamı da aşığa qulaq asır. Ağsaqqallarla adi söhbət eləyir, hansı dastanı deyir, o dastanlar. İkinci dastanı dedi, bilmədi, aşığı aşıq hesab eləmir. Toz nədir, Qazaq nədir, Kəlbəcər nədir, o zonanın aşıqlarına aparırdılar. Aşıq gedir o. Elə belə bu dünən saz əlinə götürüb ifa eləyənlərə aşıq demirlər axı. Sualı verirlər, deyir, bir dənə değişmə deyir. Və yaxud da bir dənə qoşmanı deyir, bir dənə gəraylı deyir. Ondan sonra gör meydana çıxa bilirsən. İndi ancaq iki dənə söz dalbadala deyəndə deyirlərə, aşıq gəlibdir. Ələsgərdə çağıranda İrana, Molla axunlar yığılır ki, belə bir adama imkan vermir da, o şeytan demir, şeytan qabır. Gedəndə yoldaşı deyib ki, niyə kep gelirsə,
Deyib ki, bir kef getməni görüm nətər imtihanısı. Bizim gözünə sataşır. 17 dənə bağlama cibinə qoyur buna. İrana gedə-gedə ona bağlama qoşmuşdu. Kıfılbənd qoşmuşdu. Həmən kıfılbənddən də deyiblər ola bilməz. Kıfılbəndi açır, deyir, bax budur. Orada axsaqqallar birdən deyir ki, bir dənə toyun gedişinə bir dənə bağlama deyir. Bəzəmə deyir, gəraylı deyir, kıfılbənddir. Elə bir aşıq hardadır bir 5-10 dənə aşıq çıxmıyor o, yəni o fəzəldir, əhlidir.